Ki, Python'a giriş edirik bu dərs və diqqətlə qulaq asırıq. Hər hansı sualınız yaransa soruşarsınız. Əvvəlcə gəlin baxaq ki, Python'da çıxış əmri hansı şəkildə verilir. Bəli, outputdan söhbət gedir və hansı formalarda biz çıxış əmrini istifadə edə bilərik. Ümumi çıxış əmri print olacaq bizdə. Print və mötərizədə nəyə çıxışa vermək istəyirsə yazır. Gəlin çıxışa verək salam. Əgər sizə hər hansı bir sətri çıxışa vermək istəyirsə, onu tək dırnaqda və ya qoşa dırnağın içərisində yaza bilərsiniz. Deyə bilərsiniz ki, bura məsələn salam. Run edirik kodumuzu və salam outputunu alırıq. Əgər bizim başqa bir dənə də outputumuz varsa, məsələn deyək ki, print necəsin? Yenə run edirik, onda aşağıdan necəsin alacaq. Müxtəlif proqramlaşdırma dillərində outputların verilməsi formatı fərqli deyil. Bəzi proqramlaşdırma dilləri yanaşı verir bunları. Bəziləri əgər printlər alt-altadırsa, o da outputları alt-alta verir. Python'da məsələn hansı şəkildə yazılmışsa o şəkildə də gedəcək. Əgər print salam var burada, print necəsən var burada, alt-alta yazmışsınızsa, demək ki, onları alt-alta verəcək. Məsələn, bir dənə də print burada hər hansı bir şey yazaq. Nə var, nə yox. O da alt sətirdən gələcək, yazacaq. Yəni alt-alta printlər, alt-alta outputlar deməkdir. Burada problem var. Yoxdur. Ola bilər ki, sizin bir neçə dənə printiniz var, outputunuz var. Onları eyni printin içərisində yazmaq istəyirsiniz. Onda vergüldən istifadə edəcəksiniz uşaqlar. Vergüllə siz outputlarınızı bir-birindən ayıra bilərsiniz. Bir dənə salam veririk, bir dənə necəsən veririk. Salam necəsən? Onda bəli, bir dənə printin içərisində yazdığımıza görə onlar eyni sətirdə olacaq. Və default olaraq bunların ayrılma şəkli boşluqdur. Siz bura boşluq yazın, yazmayın, neçə dənə yazırsa yazın, bunun heç bir əhəmiyyəti yoxdur. Yəni, onun özünün ayrılma şəkli var. Yəni, vergüllə biz outputları bir-birindən ayırırıq. Default olaraq da ayırma şəklimiz nədir? Boşluqdur. Yəni, bir dənə output buradadır, bir dənə output buradadır, vergüllə onları ayırmışıq və o da gedir onları boşluğundan ayırır. Burada problem vergül qoymasan səhv olacaq. Burada problem olacaq. Verə bilərsən. Necə problem olur? Belə verə bilərsən. Salam necəsən? Amma indi düzdür, sətirlərdə bunun çox da əhəmiyyəti yoxdur. Deyə bilərsiniz ki, elə belə yazmaq daha mənalıdır, düzdür? Niyə görə vergüllə ayıram ki onları? Amma dəyişənlərdə, məsələn, x-la y-ə əgər çıxışa vermək istəyirsənsə, onda artıq nə etməlisən? Onları ayrı vergüllə verməlisən. Ya da onları cəmləyəcəksən, yapışdıracaqsan bir-birinə, bu şəkildə verəcəksən. Sətirlərdə biraz mənasız gəlir, hə. Amma məsələn biz A bərabərdir 5 desək, B bərabərdir 3 desək, burada daha mənalı görünəcək bu. Məsələn, A dəyişəni var və 5 dəyəri var. B dəyişəni var, 10 dəyəri var. Tam ədədlərdir. Onda artıq biz bunları hansı şəkildə verəcəyik? Əgər biz bu şəkildə yazsaq ki, AB yaz, məsələn belə, bu artıq errordur. Və ya bu da errordur. Biz onları mütləq şəkildə nə ilə ayırmalıyıq? Vergüllə ayırmalıyıq. Yoxsa problem olacaq. Və dediyim kimi, default olaraq, yəni ümumi necə? Sizdə A artıq dəyişəndir. Bunlara indi birazdan daha detallı gələcəm. Hələ ki, salam necəsində qalaq. Bura gələcək. Bir dənə printin içərisində bir neçə dənə outputun yazılması. Burada problem varmı? Problem yoxdur. Onda dedik ki, biz bir printin içərisində bir neçə dənə output yaza bilərsiniz. Həmin outputlar bir-birindən boşluqdan ayrılacaq. Alt-alta printlər yazdığınız zaman isə o printlər bir-birindən alt sətrə keçərək ayrılacaq. Düzdür? Əgər belə bir dənə print çıxış yazsam, onda bu kodun çıxışı nə olacaq uşaqlar? Bəli. Salam necəsən? Bir dənə printin çıxışı bir sətirdə verildi. Nə var, nə yoxda? Alt sətirdən, çünki alt printdə yazılır. Bu da aydındır. İndi ola bilər ki, uşaqlar, hər hansı printin içərisində siz bir neçə dənə output vermişsiniz. Amma o outputlar istəyirsiniz ki, bir-birindən boşluğundan ayrılmasın. Hər hansı bir məqsəd üçün istəyirsiniz ki, onlar bir-birindən, məsələn, deyək ki, ulduzla ayrılsınlar.
Yəni hər hansı bir məqsədiniz var. Ona görə istəyirsiniz ki, salamla necəsən bir-birindən boşluğunu ayırma. Yəni outputlarınızı bir dənə, iki dənə, üç dənə, ya da daha doğrusu iki və ya daha çox outputu bir-birindən default olaraq boşluğunu ayırırsınız. İstəyirsiniz ki, onları başqa cür ayırasınız. Ulduzla ayırasınız, vergüllə ayırasınız və s. Onda artıq biz onların ayrılma şəklini normativdən kənarlaşdırmalıyıq. Yəni biz ora gəlib ən sonda neçə dənə ki print vermişik, ən sonda onları separate edirik uşaqlar, ayırırıq. Və onları separate edəcəyik, ayıracağıq və bunun üçün separate tam olaraq yox, sep yazırıq uşaqlar. Sep bərabərdir dırnaq açırıq, dırnağın içərisində nə ilə ayırmaq istədiyimizi yazırıq. Məsələn dedik ki, ulduz. Sep bərabərdir ulduz dediyim kimi outputların ən axırında yazırıq bunu. Bu o demək oldu ki, artıq bizim normativ olaraq qəbul etdiyimiz o boşluqla ayırmanı biz dəyişirik. Bu printdə artıq bu outputlar bir-birlərindən boşluqla yox, ulduzla ayrılacaq. Ona bu kodun çıxışı nə olacaq? Salam ulduz. Bəli, salam ulduz necəsən? Çünki onu dəyişdirdim. Məsələn, bir dənə də əgər burada biz hər hansı bir dənə deyək ki, bir dənə də sətrimiz var. Nə olacaq? Salam ulduz necəsən? Ulduz ağlar. Tuta bilirsiniz söhbəti. Gözəl. Bunları ağlar eləyək artıq. Salam sağlayıq iştirak. Bu şəkildə. Bir sətirdə sətirləyin aşağıdakı printlər sunarlı. İndi burada yazsam ki, mən deyilər. Deyə bilərsiniz bu kodun çıxışı nədir? Arada bununla yaxşı. Bəs deyə bilərsiniz bu kodun çıxışı nədir? Bəli. Bax, bu separate harda yazılır? Bu printin içərisində. Yəni burada bir dənə separate yazmağınız bu o demək deyil ki, bundan sonra bu kod ərzində nə qədər ki siz kod yazacaqsınız, bütün çıxışları ulduzdan ayıracaq. Xeyr. Hansı printin içərisində yazmısınızsa, yalnız həmin printə şamil olunur. Digər printlərdən aidiyyatı yoxdur. Yəni mən bu separate bu printə yazmışamsa, demək ki, bu printin içərisindəki outputlar bir-birləri ilə ulduz ayrılacaq. Bu o demək deyil ki, digərləri də elə olacaq. Digərlərinə nəsə yazmamışıqsa, demək ki, boşluqlandır. Yox, əgər sən istəyirsən ki, bunlar ulduzla yox, DS-dən ayrılsın, onda buraya yazacaqsan ki, DS-dən ayrılar. Bu zaman bu kodun çıxışı nədir? Bəli, yuxarılar ulduzdan, aşağılar DS-dən. DS-in yerinə yaz. Bir dənə ki, 1 ilə ayrılalım. Yaz. Yəni ki, eyni ayrı. Aydındır. Burada sual problem. Gözəl. İndi deyək ki, uşaqlar, indi deyək ki, bizim belə çıxışlarımız var. Bunun normal halını başa düşdük ki, boşluqların ABC-ləri ayrır, D-ləri ayrır. Baxaq, normativ dedik ki, alt-alta printlər bir-birlərindən alt-alta yazılan ayrılır, düzdür? Hər hansı bir məqsəd üçün suallar işlədicə görəcəyik. Ola bilər ki, bizə lazım olsun ki, printləri bir-birindən alt-alta yazılışla ayrılmayaq. Onları ayıraq. Yenə deyirəm ki, ulduzla. Yəni, bu çıxışı tamamilə bütün çıxışı. Əgər hər iki qarşılıqlı yaranacaqsa, bunu sadəcə A saxlayaq. Qala deyil. Yəni, yuxarıdakı çıxışı aşağıdakı çıxışdan normal olaraq alt-alta ayırırdınsa, deyirik ki, onları elə ki, bir-birindən ulduzla ayırasın. İndi sep işə yaramayacaq uşaqlar. Düzdür? Niyə görə sep işə yaramır? Çünki sep neyniyir? Bir dənə printin daxilində olan bir neçə sətri, outputu bir-birindən ayırır. Yəni, bu sep yalnız bu printə aiddir. Bunun altdakı printlə heç bir əlaqəsi qalmır. Biz istifadə edəcəyik uşaqlar burada nədən? Enddən. End yəni sonlandırmaq üçün default olaraq necə sonlandırır? Default olaraq alt sətrə keçməklə sonlandırır bu printin outputunu, buradakı outputu.
A-ları yazır. Keçir alt sətirdə gözləyir ki, kim ona nə verəcəksə onu çıxışa verəcək. Biz deyirik ki, sən onun sonlandırmasını dəyiş, alt sətrə keçmə, ulduzla sonlandır. Gəlir A-ları verir, ulduz qoyur gözləyir. Yəni, artıq D-lər hara gedir uşaqlar? Alt sətrə keçmir, onun yanına gəlir. Bunu başa düşürükmü? Gözəl. Bəs deyə bilərsinizmi ki, bu kodun çıxışı nə olar? Tam olaraq hətta siz bunları bir-bir edin. Daha aydın görə bilərik. İndi deyə bilərsiniz. A, B necə olacaq? AB boşluğundan, bəli. Çünki birinci bu printi təyin edirik. Bu print nə çıxışa verir? AB. Separate var, yoxdur. Deməli, bir printin içərisindəki çıxışları necə ayıracaq bir-birindən? Boşluqla, düzdür? Onu boşluqdan ayırırıq. A boşluq B. Bitdi. Sonra görür ki, n bərabərdir. Yəni sonlandır. Ulduz qoyur, sonlandırır. DS-dəki normal şəkildə boşluğunu ayırır. Biz yazsaq ki, əgər sep bərabərdir DS. Burada yazsam ki, sep bərabərdir. Olsun dollar. Bir dənə print Y. Buna deyə bilərik ki, bu kodun çıxışı nə olar? A, D, DS, B, ulduz D, dolar S, boşluq yox, gördüyüm Y, A, S. Gözəl. Əla. Bəs niyə error aldıq? Çünki iki dənə error. O da yaxşıdır. O yaz formunda sanırım. Gözəl. Birinci baxırıq AB sepə. Çünki separate bir dənə printin içərisində olan adları bir-birindən ayırır. Birinci onları ayırmalıyıq. A ilə B-ni nə ilə ayırmalıyıq deyəsən? A ilə B-ni deyəsən ayırdıq. Düzdür? Deyir n bərabərdir ulduz. Yəni bu outputu gələcək olan printlərdən ulduzla ayır. Ulduzunu qoyur bura gözləyir. Düzdür? Altdakı printə baxırıq. DS-ni əvvəlcə separate ilə baxırıq ki, separate nə ilə ayırırıq? Dollarla. DS-ni dollarla ayırır. Və endimiz ulduz olduğuna görə bunu gedirir ulduzla birləşdirir yuxarıdakı printə. Yenə eyni söhbət. Yuxarıya sən end qoymağın, bu o demək deyil ki, sən bütün printləri bir-birindən ulduzdan ayıracaqsan. Bu sadəcə olaraq bu printə aid olunub. Yəni, yalnız o printi mən digər gələcək printdən ulduzdan ayıracam. Bu o demək deyil ki, bütün printlər bir-birindən ulduzdan ayıracaq. Bu printin üçün bitməyə, sonlanmaya nəsə xüsusi bir şey qeyd eləmişəmmi? Xeyr. Bu demək ki, alt sətirdən yazmanın sonlanacaq. Ona görə Y necə olur uşaqlar? Alt sətirdən. Burada problem varmı? Gözəl. Bir dənə də belə bir şey deyim. Ters slash n var uşaqlar. Dırnaqların içində yazılır. Bu new line kimi yada saxlaya bilərsiniz. Əgər sizə lazım olarsa ki, biraz əksinə bir sətirdə çıxış yazmısınız, amma istəyirsiniz ki, alt-alta yazasın. 2 dənə alt-alta printi yan-yana yazmaq mümkündür uşaqlar. Düzdür? Elə bir ki, bir dənə print A var, bir dənə də print B var. Onları necə yanaşı gətirərsiniz? Yox. Bəli, n-lə. Çünki sep bir printin içərisində. Nə yazacağım ora? Boşluq. Düzdür? Deyəcəm ki, n-ları get boşluqla ayır. Razısınız? Bəs bir dənə printin içərisində olan 2 dənə outputu bir-birindən necə alt-alta yazarsınız? Bəli, sep alt-alta tərs slash. Bölmə yox, bölmənin əksi olan. Tərs slashın. Burada problem varmı? Ümumi sual onlayndakılar. Heç bir sual yoxdur, gözəl. Buyurun. Sonra gələk inputlara.
Ümumi dəyişənlər haqqında bir-iki danışaq. Təbii ki, uşaqlar biz bir çox dəyişənlərdən istifadə edə bilərik bura. Dəyişən tiplərindən istifadə edə bilərik. Tam ədədlər üçün biz int dəyişən tipi istifadə edəcəyik. Integerdən gəlir. Ə, Kəsr ədədlər üçün float istifadə edəcəyik. Sonra sətirlər üçün string istifadə edəcəyik. Onlar haqqında daha detallı danışacağam. Biraz tam ədədlərdən danışaq. Ümumi olaraq deyim ki, uşaqlar, hər hansı bir input alarkən biz bu input ümumi olaraq sətir kimi alınır Pythonda. Yəni default olaraq sətir kimi alınır. Məsələn, deyək ki, siz hər hansı bir dəyişən almaq istəyirsiniz, dəyər almaq istəyirsiniz. Bu sətir kimi alınır. Hələ bir deyək ki, özümüz bir dəyişənə dəyər verməyə birinci baxaq. Deyək ki, bizim hər hansı dəyişənimiz var. Əlbəttə ki, biz ancaq çıxışa 3, 5, salam savul verməyəcəyik. Bir yerdən sonra artıq dəyişənlərlə işləməliyik. Birinci, ikinci sinifdə rəqəmlərlə işləyirdik. Artıq biraz sinif atladıqca artıq x-a y-ə keçdi, düzdür? Çünki daha mürəkkəb məsələlər üçün biz dəyişənlərdən istifadə etməliyik, qeyri-müəyyənlik olmalıdır da. Burada da deyək ki, A dəyişənimiz var bizim. Bunun dəyəri məsələn deyək ki 5-dir. B dəyişəni var. Bunun dəyəri məsələn 10-dur. Print eləyə bilərsiniz onlarda məsələn A-la B. AB dəyişənlərini necə gedəcək dəyərlərini çap edəcək. Pythonda dəyərə görə avtomatik dəyişənə tip vermə var. 5 tam ədəd olduğuna görə A-nın tipi integerdir. 10 tam ədəd olduğuna görə B-nin tipi integerdir. Əgər ona B-yə daha doğrusu salam versəydiniz, B avtomatik olaraq string olmuş olacaqdı, yəni sətir olmuş olacaqdı. Və biz həmişə özümüz dəyişənlərə dəyər verməyəcəyik. Bəzən input almalıyıq. Yəni o istifadəçidən input almalıyıq. Deməli ki, A-nın dəyərini proqramı istifadə edən adam versin. Bunun üçün input alırıq. A bərabərdir input yazırıq. Və məsələn deyək ki, print edirik həmin o an. Yəni sadəcə olaraq input alıb output vermək istəyirik onu. Və inputumuz da olsun nə? Məsələn deyək ki, salam vermək istəyirik. Run edirəm və salamı çıxışa verirəm. Yəni bu nə deməkdir uşaqlar? A-nın dəyəri salamdır. Mən bura 45-də versəm girişə, təbii ki 45 verəcək. Amma burada diqqətli olmalı olduğumuz bir məqam var uşaqlar. Bu 45 əslində ədəd deyil, integer deyil. Bu stringdir, sətirdir. Niyə? Çünki Python dedi ki, default olaraq inputu sətir kimi gedir. Çünki hər şeyi siz sətir kimi götürə bilərsiniz, amma hər şeyi integer kimi götürə bilməzsiniz. Ona görə hər şeyi sətir kimi götürür, sonra siz lazım olanları integerə çevirə bilərsiniz. Deyə bilərsiniz ki, A-nı input kimi al. Əgər əminsinizsə ki, əgər o tam ədəddir, onu deyə bilərsiniz ki, A bərabər nəyə? Integer A-ya. Daha qısa olaraq nə yazacaq uşaqlar? Int A yazacaq. İndi artıq bu tam ədəd olaraq 45-dir. Hesablamalarda bunun fərqini görə biləcəyik biz. Sətirlərdə toplama fərqli cürdür təbii ki, tam ədədlərdə fərqli cürdür. Sətirlərdə daha detallı danışacağıq. Sətirlərdə 45 ilə 45-i cəmləyəndə olur 45-45, 4545 kimi. Yapışır bir-birinə. Amma tam ədədləri təbii ki 90 alınır. Yəni bunların fərqi olacaq. Biz daha qısa yazılı şəklində əgər tam ədəd alırıqsa, deyirik ki, inputu al, bunu da ümumi integerin içərisinə atırıq ki, onu intə çevir. Yəni aldığın inputu nədirsə, o məsələn deyək ki 45 almısınız, int 45 olur da, düzdür? Belə daha qısa yazır. A-nı alandan sonra bir də A bərabərdir int A yazmaq üçün. Əgər tam ədəd alırıqsa, A bərabərdir int input yazırıq. Sətir alırıqsa, A bərabərdir sadəcə input yazırıq. Kəsr alırıqsa əgər uşaqlar, onda yazırıq ki, A bərabərdir float input. Burada problem varmı? Yoxdur. İndi burada da inputların alınma şəklinə baxaq. Məsələn, deyək ki, sualda 2 dənə tam ədəd alırsınız və onların cəmini tapırsınız. Bu ədədlər 45 və 50-dir. Necə yazacağıq? A bərabərdir. Məsələn, bir dənə yoxlayaq, input alaq. B bərabərdir, input alaq. C bərabərdir, A plus B deyək olar. Və print eləyək həmin o C-ni. Bəli, fikir verin. Sətirlər keçərkən daha detallı danışacağıq, sətirlərin toplanması barədə. Amma bayaq qısa dedik ki, sətirlərin toplanması o deməkdir ki, salam var, necəsən var, onları toplayırsan, olur salam necəsən. Yəni yapışırlar, bəli, bitişirlər bir-birinə. 45 ilə 50-də bu dəqiqə o ədəd kimi başa düşmür, simvol kimi başa düşür. Ona görə onları yapışdırır bir-birinə. Bizə nə lazımdır? Bizə onları tam ədəd kimi görmək lazım. Ona görə nə edəcəyik? Hər ikisini integer kimi götürəcəyik. Artıq təbii ki, biz AB-ni sətir kimi götürdüyümüzə görə sətirlərin cəmindən alınmış dəyişən də avtomatik sətir kimi olur. C də sətir kimidir. İndi A ilə B integer olduğuna görə integerlərin cəmi avtomatik olaraq nə olur? Integer olur. Aydındır. Gözəl. Gəlin bir neçə dənə
hesablama əməllərinə baxaq. S1 olsun, S2 olsun, A çıxılsın B, S3, A vur B. Bunlar elə bildiyimiz şəkildə olacaq. Bölmə iki şəkildə olacaq uşaqlar. A bölü B, bir də olacaq S5, A bölü B. S6 bərabərdir. A yaz B. Evet ki bunlar olsun. Böyle olmaz. Bakın. Yirmi üç və 5 vermişik. Cəmi 28, fərqi 18, hasılı 115. Bax. 1 bölmə, 2 bölmə. Fərqi nədir uşaqlar? A bölü B 1 bölmə ilə normal şəkildə bölmədir. Yəni A-nı B-yə bölür, kəsr hissəsi nədirsə onu göstərir. 23-ü 5-ə bölür, bəli. 4.6 alır. Amma A tam bölmə B, A-nın B-yə bölməsindən alınan tam hissəni verir. Fərqi yoxdur. 4.1 alınır ya da 4.9 alınır. Yəni yuvarlaqlaşdırma məsələsi deyil. Kəsr hissəni kəsr tullayır. Okay. Faiz isə qalığı verəcək. A-nın B-yə bölməsindən alınan qalığı. 23-ü 5-ə böləndə neçə qalıq alıram? 3 qalıq alıram. 2 ulduz isə uşaqlar nədir? Qüvvət deməkdir. 23 üzəri 5 deməkdir. Burada problem varmı? Gözəl. Və bir məsələdə uşaqlar, düz qəbul proqramına ehtiyac yoxdur buna. Amma mənim platformada əlavə edəcəyim suallarda çox saylı suallar var. Ki inputları bir balaca fərqlidir. Sırf o sualları yaza bilməyiniz üçün bir dənə də input şəkli deyəcəmsə, ümumi də yəni ehtiyacınız ola bilər. Amma dediyim kimi qəbulu lazım deyil. Nədir bu? Qəbulda 2 dənə ədəd üzərində hər hansı əməliyyat icra olunacaqsa, 2 dənə ədədi isə alt-alta verəcək. 23 və 5-i alt-alta verəcək. Amma məsələn bunu daha qısaldaq. Deyək ki, bizə sadəcə olaraq cəmi lazımdır burada. Düzdür? Print edirik. Danışdıq ki, bu normal şəkildə işləyir. Əgər mən inputları yanaşı versəm, 23 və 5 boşluqla vermişəm, düzdür? Onda error alıram. Bu da proqramlaşdırma dillərinə görə dəyişəndir. Bəzi proqramlaşdırma dillərində bu normal qəbul olunur, amma Pythonda da olunur. Problem nədir uşaqlar əslində? Problem odur ki, biz input almışıq. Axı bizim integer alma şəklimiz yoxdur. Biz əvvəlcə sətir kimi alırıq da, düzdür? Input almışıq. Inputda sətir kimi. 23 boşluq 5-i biz sətir kimi götürə bilərik, düzdür? 23 boşluq 5-i biz integerə verə bilərik, verə bilmərik. Buradan salam alsaydıq onu integerə verə bilərdik, verə bilmərik. Çünki salamı integerə çevirmək olmur. Düzdür? 23 boşluq 5-i də integer çevirmək olmur. Niyə? Çünki orada boşluq var. Ona görə burada xəta alır ki, dəyişə bilmirəm onu integerə. Əgər siz yanaşı sətirlər, ya bir sətirdə yanaşı olaraq bir neçə element almaq istəyirsinizsə, onları bu şəkildə almayacaqsınız uşaqlar. Onları alacaqsınız A virgül B bərabərdir. Map int virgül input nöqtəsi. Yox, belə. Bu şəkil. Bu bir sətirdə bir neçə dənə ədəd almaq üçün istifadə olunacaq. Əgər ola bilər ki, sizdə 3 dənədir var. A, B və D-nin cəmi lazımdırsa. 23, 5, bir də deyək ki, 12 var. Neyini uşaqlar? Onların hamısını götürür, sonra split edir. Sətirlərdə danışacaq onları ki, boşluqlara görə parçalayır, sonra müvafiq olaraq hər birini aparır, yerləşdirir. O da elə ümumi olaraq hamısını götürmək üçün istifadə olunur. Yəni bu şəkildə alacaqsınız. Dediyim kimi, dimdə lazım deyil bu. Dimdə belə yanaşı input yoxdur. Amma platformadakı suallarda çox var. Yəni siz sadəcə nümunənin inputuna baxacaqsınız. Görürsünüz ki, əgər yanaşıdır, onda map yazacaqsınız. Görürsünüz ki, alt-altıdır. Onda nə edəcəksiniz? A bərabərdir input, B bərabərdir input. Eyni ilə də burada da siz gedib əgər məsələn bu şəkildə yazmısınızsa, inputlar alt-altadırsa, yenə error alacaqsınız. Çünki bu nə üçündür? Yanaşı gələnləri input eləmək üçündür.